dirəşir mənə, ali təhsilli ginekoloq mənə dirəşir ki, analiz verməyə ehtiyac yoxdur, mənim analizlərim təmizdir, sən mənə əməliyyat elə. Mən də dirəşirəm, analiz verdirirəm, görürəm çıxır hepatit C, başqa ciddi problemlər çıxır. Deyirəm, bəs deyirdi, məndə heç nə yoxdur. Yəni, bax, həkimlərin də bu problemi var, onların sağalması da problemdir. Adətən psixiatra deyirlər ki, onun psixologiyası pozulmuş olmasın. Ev ustasından gözləyirlər ki, özünün də yaxşı bir evi olsun. Diyetologdan gözləyirlər ki, özü kök olmasın və formada olsun. Həkim üçün də insanlar belə bir fikir deyir ki, həkim xəstə olmamalıdır. Bu sözlə razısınız? Həkim özü xəstələnə bilərmi? Bu həqiqətdir. Ona görə atalar misalı var da, deyir, çəkməçinin çəkməsi yarıq şey olar. Bu həqiqətdir və yaxud da deyir, tük çəkməyə gedirsəm, plastik cərrahın özünün saçı yoxdur. Və yaxud da əksinə, rinoplastikin yanına gedirsən, görürsən özünün burnunda problem var. Və yaxud da diyetologlar kök olur, bəli. Bunun səbəbi ondan ibarətdir ki, profesional həkim öz işini o qədər alıda olur ki, özünü unudur. Bu bir, özünü unudur. İkincisi, həkimlər həmişə özlərinə qarşı o sahədə məsuliyyətsiz olurlar. Məsələn, şəxsən bizə müraciət edən tibb işçisi oldusa, tibb işçisidirsə, biz artıq 2 qat təhlükəni görürük. Əgər deyirsə ki, mən tibb işçisiyəm, biz ondan daha 2 qat təhlükə gözləyirik və onun hər şeyinin bitdə protokola riayət etməyinə məcbur edirik ki, bunları verməlisən, bunları analizlər verməlisən. Bəlkə o birisine göz yumardım nəysə, amma buna göz yuma bilmərəm. Çünki mütləq o tibb işçisidə bir problem çıxacaq. Fəsad ola bilər. Ona görə, çünki məsuliyyətsizlikdən olacaq. Əşi bu antibiotiki vurmasam da olar, əşi bu analizi eləməsəm də olar, eləyirlər də. Dirəşir mənə, ali təhsilli ginekoloq mənə dirəşir ki, analiz verməyə ehtiyac yoxdur, mənim analizlərim təmizdir, sən mənə əməliyyat elə. Mən də dirəşirəm, analiz verdirirəm, görürəm çıxır hepatit C, başqa ciddi problemlər çıxır. Deyirəm, bəs deyirdi, məndə heç nə yoxdur. Yəni, bax, həkimlərin də bu problemi var. Ona görə bizə həkim gələndə, ümumiyyətlə tibb işçisi gələndə biz daha narahat oluruq və 2 qat göz açıqlığı tələb eləyir ki, onlarla rəftar eləyir. Onların sağalması da problemdir. Ona görə onlarla daha diqqətli olmalı. Çünki məsuliyyətsizlik eləyirlər ki, çünki özləri bilirlər problemi. Deyirlər ki, əşi, bunu içməsəm də olar. Bilirəm də mənə nə olacaq. Bu cür məsuliyyətsizlik ucbatından fəsadlar çox olur. Ona görə də həkimlərə bəli, daha diqqətlə yanaşmalı oluruq. Çünki həkimlərin sağalması o digər pasientlərə nisbətən daha çətin olur.